Salam hörmətli abituriyentlər, hörmətli müdavimlər. Yenidən dərs izahı videosu ilə qarşınızdayıq. Bu dəfəki mövzumuz Albaniya dövlətidir. Məsələni çox uzatmadan keçid alırıq dərsimizə. Albaniya dövləti. Ümumiyyətlə, Albaniya dövlətinin ərazisi müasir Azərbaycan Respublikası ərazisini, yəni tarixi Azərbaycan torpaqlarının şimalını əhatə edir və bu ərazilər Makedoniyalı İskəndərin imperiyasının tərkibində idi. Makedoniya İskəndərin hakimiyyəti dövründə və Makedoniya İskəndərin imperiyasının parçalanmasından sonra burada bir neçə dövlətlər yarandı. Məsələn, elə keçən dərsimizdə danışdığımız Atropatena dövləti, Selevkilər dövləti, eyni zamanda da Şimali Azərbaycan torpaqlarında Albaniya dövləti formalaşır. Eramızdan əvvəl 4-cü yüzilliyin sonunda, yəni Makedoniya İskəndərin imperiyasının parçalanması dövründə baş verir bu proses. Hələ eramızdan əvvəl 7-ci yüzilliyin əvvəllərində Azərbaycan ərazisinə şimal tərəfdən İskit-Sak tayfaları gəlmişdilər. Türk mənşəli İskit-Sak tayfaları Azərbaycan ərazisinə axın etmişlər və burada İşquz şahlığı, İskit şahlığı yaranmışdı ki, Cənubi Qafqaz ərazisində yaranmış ilk dövlətlərdən biridir bu İşquz şahlığı. Məsələn, Herodot onların heyvandarlıqla məşğul olduğunu bildirirdi və onları Sak elatı adlandırırdı. İşquz dövləti süqut etdikdən sonra isə bura Midiyanın, sonra Əhəmənilərin, sonra Makedoniya İskəndərin imperiyasının tərkibinə qatıldı. Makedoniya İskəndərin imperiyasının dağılmasından sonra isə Azərbaycanın şimalında deyirik ki, Albaniya dövləti meydana gəlir və bu Albaniya dövləti dövlətçilik ənənələri baxımından İşquz şahlığının varisi hesab edilir. Albaniyanın ərazisi ümumilikdə Cənubi Qafqazın böyük bir hissəsini əhatə edirdi və burada ərazisinə, əhalisinə və ümumiyyətlə şəhərlərin sayına görə ən böyük dövlət Albaniya dövləti olmuşdur. Paytaxtı isə Qəbələ şəhəri olmuşdur. Albaniyada əhali 3 təbəqədən ibarət idi. Birinci təbəqədə hökmdar dururdu təbii ki. İkinci təbəqədə vilayət hakimləri, din xadimləri və hərbçilər yer alırdı. Üçüncü təbəqədə isə kəndlilər və şəhər əhalisi olan sənətkarlar və tacirlər dayanırdı. Yəni Albaniya əhali cəhətdən 3 təbəqədən ibarət idi. Yenə deyirəm, hökmdar, vilayət hakimləri, din xadimləri və hərbçilər ikinci təbəqə, hökmdar birinci təbəqə idi. Kəndlilər, sənətkarlar, tacirlər isə üçüncü təbəqə hesab edilirdi. Əhalinin üçüncü təbəqəsi idi. Albaniya dövlətinin ərazisi vilayətlərə bölünmüşdü. Hər bir vilayətin öz hakimi var idi və hakimlər yerli tayfalardan təyin edilirdi. Müharibələr zamanı həmin hakimlər Alban hökmdarının çağırışı ilə onun ordusuna qoşulurdular. Bu nə deməkdir? Bu o deməkdir ki, ölkə vilayətlərə bölünüb, hər vilayətin özünün hakimi var, lakin bu hakimlər mərkəzi hakimiyyətə, mərkəzi hökmdara tabedirsə, bu dövlətimiz olur mərkəzləşdirilmiş dövlət. Yəni qədim Albaniya dövləti mərkəzləşdirilmiş dövlətdir. Buradan bu məna çıxır. Almaniya ümumilikdə işğalçı dövlət deyildi. Bəli, biz deyirik ki, hakim tayfalar ordu ilə gəlib kömək edirdilər, amma bu mübarizə əsasən müdafiə xarakterli olurdu. İşğalçılıq siyasəti yeridilmirdi. Qonşu dövlətlərin ərazisinə hücum eləməmişdi. Qonşu dövlətlərin ərazisinə hücum eləmirdisə, avtomatik deməli ölkəyə hərbi əsir gətirilmirdi. Hərbi əsirlər gətirilib neynənir normal dövlətlərdə? Hərbi əsir gəlirsə, onlar qula çevrilirdi. Bax, bu səbəb də elə göstərir ki, deməli, Albaniyada quldarlıq zəif inkişaf edib. Çünki ölkə hərbi əsir gətirilmir, qul gətirilmir, deməli, nəticədə quldarlıq da zəif inkişaf edir. Ümumiyyətlə deyirik ki, Albaniya geniş bir əraziyə malik idi. Onun ərazisində şimal-qərb tərəfdə Kambisena, şimal-şərq tərəfdə, indiki Quba-Xaçmaz tərəfdə Çoğla vilayəti yerləşirdi. Cənub sərhədləri isə Araz çayına çatırdı. Araz çayından daha cənubda isə Atropatena dövləti yerləşirdi təbii ki. Kaspiana Albaniyanın Atropatena sərhədində yerləşirdi. Bu vilayətlərin yerli sakinləri isə Kaspilər idilər. Onlar həm Albaniyada yaşayırdılar, onların adına biz həm Albaniyada rast gəlmişdik, həm də onlar Atropatenada yaşayırdılar. Kaspi tayfaları indiki belə deyək Lənkəran bölgəsində yaşayırdılar. İndiki Azərbaycanın cənub hissəsində yaşayırdılar. Bu da bizim Albaniyanın xəritəsidir. Gördüyünüz kimi İberiyadan, yəni Gürcüstan ərazisindən, baxın bu ərazi İberiya torpaqlarından, digər tərəfdən yuxarıda Dərbənd və eyni zamanda Göyçə gölü ətrafı və Araz çayı boyunca uzanır sərhəd. Digər tərəfdən Kaspilər isə həm deməli
Atropatenada, həm isə Albaniyada yaşayan deməli tayfalardılar. Xəzər dənizi sahilində. Burada eyni zamanda Lek tayfalarının da adı yazılıb. Biz indi kitabı oxuyanda görəcəyik. Burada Albaniyada yaşayan tayfaların içərisində Leglərin adı yazılmayıb, amma xəritədə Leglərin adı verilib. İndiki təxminən Quba Qusar tərəfdə təxminən bunlar indiki belə yadda saxlaya bilərsiniz ki, Leglər hazırki ləzgilərin ata-babaları hesab edilir bəzi tarixçilər tərəfindən. Qədim Albaniyanın ərazisini biz gördük. İndiki Ermənistan, Dağıstanın cənubu, Borçalı və Qanıq vadisi, indiki yəni müasir Gürcüstanın şərqi qədim Albaniya dövlətinin tərkibində olmuşdur. Albaniya və Atropatenada türk mənşəli İskit Sak tayfaları yaşayırlar və onlar hərbi siyasi idarə etmədə mühüm rol oynayırdılar. Hətta Musa Kalankatlı öz Alban tarixi əsərində dövlətin hökmdarlarından danışarkən əvvəlcə Sak tayfasına mənsub olan Aranın adını çəkmişdir. Biz bilirik ki, sonradan elə Şimali Azərbaycan ərazisi, xüsusən Kür və Araz çaylarının arasında olan torpaqlar Aran torpaqları adlanıb. Bu böyük ehtimalla elə Albaniyanın hökmdarı olan Aranın adı ilə bağlıdır. Albaniya dövləti ümumilikdə çox uzun müddət mövcud olmuşdur. Dövlət quldarlıq quruluşu vaxtı yaranmış və feodalizmə keçid eləmiş. Feodalizm dövründə isə, erkən feodalizm dövründə süquta uğramışdır. Azərbaycanın şimalındakı müstəqil dövlətçiliyin davamlı olmasını təmin edən əsas amil məsələ Albaniya dövlətinin bu uzun ömürlü hakimiyyətdə olması məsələsidir. Mənbələrə görə Albaniyada 26 dildə danışan tayfa olmuşdur. Bunlardan İskit, Alban, Uti, Kaspi, Qarqar və sair tayfaları qeyd etmək olar. Və sair tayfalar dedikdə, məsələn, Leglərin adını biz xəritədə gördük ki, Leglər var idi. Amma bütün bu tayfaları ümumilikdə deyirik ki, bir hökmdar idarə edirdi. Yəni onlar mərkəzi hakimiyyətə tabe idilər. Ona görə də Albaniya mərkəzləşdirilmiş dövlət hesab edilirlər. Məsələn, hazırda Qəbələnin Nic kəndində Udinlər yaşayır, Qubanın Xınalıq kəndində Xınalıqlar, Buduq kəndində Buduqlular, həmçinin Qırızlar, Ceklər, Saxurlar, İngiloylar və başqaları Albaniyanın qədim tayfalarının varisli hesab edilirlər. Hal-hazırda bunlar Azərbaycan ərazisində yaşayan müxtəlif etnik qruplardır. Albaniyanın iqtisadi inkişafına biz nəzər yetirsək, görərək ki, əsasən daxili amillər əsasında formalaşdırılmışdı. Yəni əhali əkinçilik və maldarlıqla məşğul olurdu. Çünki şimaldan və qərbdən Böyük Qafqaz və Kiçik Qafqaz dağları ilə əhatə olunmuşdu Albaniya dövləti. Mərkəzi hissəsində isə Kür və Araz çayları arasında bərəkətli torpaqlar yerləşirdi. Qarabağ düzən əraziləri və eyni zamanda Xəzər dənizi sahillərindəki ovalıqlarda sürünü suvarma sistemi inkişaf eləmişdi. Buradan arxlar, kanallar çəkilirdi. Bu kanalların içərisində ən məşhuru isə biz Gövur arxı deməli misal göstərə bilərik. Gövur arx indiki Araz çayından Qarqar çayına dək mil düzünü suvarırdı. Mil düzü Kür və Araz çayları arasında olan düzlük ərazidir. Bunu yadda saxlamaq lazımdır. Gövur arx deməli buradakı ən böyük deməli suvarma sistemlərindən biri idi. Almaniyada ümumiyyətlə balıqçılıq, heyvandarlıq, maldarlıq, atçılıq inkişaf eləyirdi. Balıqçılıqda məsələn biz o dövrə aid Xəzər dənizi sahillərində deməli nəhərə balıqlarını tuncudan hazırlanmış nəhərə balıq fiqurlarında bax burada şəkli verilib. Burada deməli Kasplər yaşayırdılar əsasən, bu ərazilərdə Kasplər yaşayırdılar və onlar balıqçılıqla məşğul olurdular. Onlar ovlanan balıqlardan müxtəlif məhsullar hazırlayırlar və qonşu bölgələrə satırdılar. Albaniyanın qərbindəki Borçalı və Göyçə yaylaqlarında heyvandarlığın inkişafı üçün yaxşı münbit şərait var idi. Onlar otlaqlarla zəngin idilər. Albaniyada bütün əhali, istər hakim təbəqə, istər təsərrüfatla məşğul olan və yaxud orduda xidmət edən hərbiçilər, hamının atı var idi. Burada atlardan və dəvələrdən geniş istifadə edilirdi. İstər ticarətdə, istər gündəlik həyatda. Məsələn, Qarabağ bölgəsində də xüsusi cins atlar yetişdirilirdi ki, biz hazırda o atlara Qarabağ atları deyirik. Ümumilikdə bostançılıq, üzümçülük, bağçılıq, toxuculuq, duluzçuluq, metal işləmə və s. deməli sənətkarlıq sahələri də mövcud olub burada. Xalçalar toxunurdu. Albaniyada eramızın ilk əsrlərindən etibarən, baxın bunu testlərdə çox düşür. İlk əsrlərdən, 1-ci, 2-ci əsrlərdən etibarən Albaniyada şüşə qablar hazırlanmağa başlamışdı. Eyni zamanda Mingəçevir və Beyləqan ərazisində də arxeoloji qazıntılar nəticəsində xalça toxumaq üçün lazım olan cəhrə iyi və deməli xana tapılmışdır burada.
Bundan əlavə eramızın ilk əsrlərindən etibarən baxın Şuşa qablarının hazırlanması ilə eyni dövrdə ilk dəfə olaraq Albaniya tarixində biz su dəyirmanlarından istifadə edildiyi haqqında da məlumatımız var. Taxıl isə iri saxsı küplərdə və quyularda deməli saxlanılırdı. Qış üçün ərzaqlar saxlanılırdı bu küplərin içərisində. Ümumiyyətlə Albaniyanın müstəqil dövlət olmasının ən önəmli şərtlərindən biri də burada möhürlərin mövcud olması idi və eyni zamanda yerli hökmdarların hazırladığı, zərb etdiyi pullardan istifadə edilirdi. Möhürlər əsasən tunduzdan hazırlanırdı və üzük formasında olurdu. Onlar barmağa taxılırdı və lazım olanda sənədlərin təsdiq etmək üçün deməli o möhürlərdən istifadə edilirdi. Albaniya əhalисinin əsas gəlir mənbələrindən biri də ticarət idi. Ticarətdə deməli ticarətin olması sənətkarlığın inkişafı ilə bağlı idi. Sənətkarlıq inkişaf edirdi və hazırlanan sənət məhsulları həm Albaniyanın daxilinə, həm də Albaniyadan qıraq ərazilərə satılırdı. Albaniyada ticarətdə dövlət yaranana qədər, baxın burası çox önəmlidir, dövlət yaranana qədər mal mübadiləsi ilə aparılırdı. Yəni puldan istifadə edilmirdi. Lakin dövlət yaranandan sonra artıq puldan istifadə edilməyə başlandı. Biz bunu nə ilə bilirik? Çünki Albaniya dövrünə aid Şamaxıdan, Qəbələdən, Bərdədən, Ağsudan gümüş pul dəfinələri tapılıb. Bu sübut edir ki, Albanlar pulla tanış idilər. Ticarətdə geniş istifadə edilən pullar, ən qədim pullar Makedoniya İskəndərin adına kəsilmiş gümüş pullar idi. Lakin eramızdan əvvəl 3-cü yüzilliyin birinci yarısından etibarən Albaniyada İskəndərin pullarına oxşar pullar zərb edilirdi. Baxın, Albaniya hökmdarlarının adına deyil də bu pullar. Albaniya dövründə deməli zərb edilmişdi. Amma İskəndərin pullarına oxşar pullar idi bunlar. Bu Atropatenədən fərqli cəhətdir. Atropatenədə isə yerli pul deməli zərbi olmamışdı. Şəhərlər əsasən karvan yollarının üzərində salınırdı və onlar qala divarları ilə əhatə olunurdu. Strabon yazırdı ki, Albaniyanın paytaxtı Qəbələ şəhəridir. Eyni zamanda Ayniana və Anariaka şəhərlərindən də Strabon bəhs eləmişdi. 2-ci yüzillikdə yaşamış Yunan coğrafiyacısı Ptolomey isə Albaniyada 29 dənə şəhərin olduğunu qeyd etmişdi. Albaniyanın xarici siyasəti. Albaniyanın xarici siyasəti əsasən yadellilərə qarşı mübarizə əsasında formalaşırdı. Albaniyanın deyir ki, biz böyük bir ordusu var idi. Hər bir vilayət hakimiyyətində ordusu var idi. Və onlar İskitlər kimi çox döyüşkən və mübariz olmuşlar. Mübarizəyə önəm vermişlər. Rahatlıqla təslim olmayıblar ora hücum edən ordulara qarşı. Bu dövrdə Roma dövləti ümumiyyətlə şərqdən gələn ticarət yollarına nəzarət etmək istəyirdi. Onun əsas məqsədi Hindistanla Qara dənizi birləşdirən ticarət yolunu ələ keçirmək idi. Yəni Romalıların Albaniyanı tutmaqdakı əsas məqsədi buradakı ticarət yollarına nəzarət eləmək istəyi idi. Buna görə də eramızdan əvvəl 1-ci yüzilliyin birinci yarısında, daha dəqiq desək eramızdan əvvəl 66-cı ildə altından da lap xətt çəkək. Eramızdan əvvəl 66-cı ildə Roma sərkərdəsi Pompey Cənubi Qafqaza yürüş eləyir. Bu yürüş zamanı Albaniya dövlətinin hökmdarı Oroys idi. Eramızdan əvvəl 66-cı ildə Kürd çayı sahilində döyüş baş verir və bu döyüşdə Romalılar qalib gəlirlər. Lakin Pompey Albanların ciddi müqavimətini görür və Oroysla sülh sazişi bağlayır. Bundan sonra isə o İberiya, yəni indiki Gürcüstan ərazisinə doğru yürüşünü davam elətdirir. Eramızdan əvvəl 65-ci ildə Qanıq çayı yaxınlığında növbəti döyüş baş verir. Çünki Albanların ordusu deməli Romalıları təqib eləyirdi. Bunu başa düşən Pompey geri dönür və indiki Zaqatala Balakən ərazisində təxminən Qanıq çayı yaxınlığında növbəti döyüş baş verir. Alban ordusuna bu döyüşdə hökmdar Oroysun qardaşı Kozis başçılıq edirdi. Baxın, bu da testlərdə düşür. Burada diqqətli olmaq lazımdır. Kozis Alban hökmdarı deyildi. Alban hökmdarı Oroys idi. Kozis Oroysun qardaşı idi. Kozis Pompey ilə təkbətək döyüşə girərək ona deyir mizraq atır və s. və ilə axır. Burada Pompey deməli döyüşdə hərbi hilədən istifadə edir və bu hilə sayəsində deməli qalib gəlir Qanıq döyüşündə Albanlara, Kozisə. Albanlar məğlub olurlar. Hilə nəticəsində bundan sonra deməli Pompey Albaniyanın içlərinə doğru yürüşü davam elətdirməyə çalışır. Lakin Albanlar deməli Romalılara qarşı partizan müharibəsindən istifadə edirlər. Partizan müharibəsi ilə Romalılara qarşı mübarizə aparırlar. Partizan müharibəsi nədir? Partizan müharibəsi
daxildə qalmış şəxslərin bir növ tam dəqiqliklə yox, amma bir növ cəsus kimi fəaliyyət göstərməsidir. Onlar pusqu qururdular, fürsət düşən kimi deməli Romalıların kiçik dəstələrini məğlubiyyətə uğradırdılar, məhv edirdilər. Bu cür mübarizəyə deyilir partizan deməli müharibəsi, partizan üsulu ilə mübarizə aparmaq. Yerli əhalinin deməli müqaviməti, albanların bu formada müqavimət göstərməsi Pompeyin bu əraziləri işğal etmək cəhdini uğursuzluğa düçar edir. Deməli, Pompey Oroysu Qanıq döyüşündən sonra öz yanına dəvət edir, lakin Oroyus onunla görüşə getmir, əvəzində məktub və hədiyyələr göndərir. Baxın, bu məktubun göndərilməsi əslində bizim üçün bir işarədir. Əgər Oroyus, biz mədəniyyətdən danışanda indi deyəcəyik, əgər Oroyus Pompeyə məktub göndərib deyir isə, deməli, albanlar Latın əlifbasını biliblər, Latın yazısını biliblər ki, Pompey ilə məktublaşmağı bacarıblar da. Çünki Pompey Roma ordusunun sərkərdəsidir və Latın deməli, əlifbasından istifadə edirlər, Latın dilindən istifadə edirlər. Pompey sülh sazişi bağlayır və öz ölkəsinə qayıdır. Bundan sonra eramızdan əvvəl 36-cı ildə Roma qoşunu yenidən hücum edir və bu dəfə Zoberlə döyüş baş verir. Alban hökmdarı Zober idi bu dövrdə və Zober bu döyüşdə məğlub olur. Məğlubiyyətin ardınca Zober Romaya sadiq qalacağını və onun müttəfiqi olacağını söz verir. Çünki digər tərəfdən Parfiyanın da qorxusu var idi ki, Parfiya da Albaniya ərazisinə hücum eləyə bilərdi və nəticədə Albanlar Romalılarla müttəfiqlik əlaqələri yaradırlar. 1-ci yüzillikdə də Albaniya Roma imperiyası ilə əlaqələri möhkəmləndirməyə çalışırdı. Bax, məhz bu Parfiya qorxusu üzündən. Məsələn, Qobustanda Böyükdaş dağının ətəyində 84-96-cı illərə aid olan Latın dilində yazılmış daş kitabə var ki, bu kitabə sayəsində biz bilirik ki, Roma ordusu burada olmuşdur. Kitabənin üzərində yazılıb ki, Müqəddəs Sezar, yəni imperator Germanik Domisianın rəhbərliyi altında ildırım sürətli legion, Roma legionu burada olub. Daşın üzərində bu şəkli də kitabda verilib. Romalılardan əlavə 1-ci, 3-cü yüzilliklərdə Şimali Qafqazda yaşayan Alan tayfaları da Albaniya və Atropatenaya qarətçi yürüşlər edirdilər. Onların məqsədi işğal deyildi. Onların məqsədi qənimət ələ keçirmək idi, qarət eləmək idi buranı. Alan tayfalarının ən böyük yürüşü 72-74-cü illərdə baş verib. Məsələn, Mingəçevirdə və Qəbələdə katakomba qəbirləri aşkar edilib ki, katakomba qəbirlər birmənalı olaraq Alan tayfalarının mədəniyyətinə məxsus bir şeydir. Əgər deməli onların burada Azərbaycan ərazisində, Albaniya ərazisində katakomba qəbirləri biz aşkar eləmişiksə, deməli Alanlar burada olublar və bu katakomba qəbirləri də məhz Alanlara aiddir. 72-74-cü illərdəki yürüş, baxın, gördüyünüz kimi tək Albaniya olmayıb. Eyni zamanda Atropateniyada Alan tayfaları yürüş ediblər. Təbii ki, bu yürüşlər yenə deyirik, işğal məqsədi daşımırdı, qarətçi yürüşləri idi. 2-ci yüzilliyin birinci yarısında Roma imperatoru Adrian Alban hökmdarı ilə dostluq əlaqəsi yaradırdı. Bura qiymətli hədiyyələr göndərilirdi. Albaniya ilə ümumiyyətlə Romanın siyasi-iqtisadi əlaqələri 3-cü yüzilliyin ortalarına qədər davam edir. 260-cı ilə qədər təxminən davam edir. Bundan sonra isə Albaniya Sasanilərin deməli tərkibinə daxil olacaq ki, onu biz gələcək dərslərimizdə deyəcəyik. Albaniyanın xarici siyasəti də bundan ibarət idi. Mədəniyyət sahəsinə biz baxdığımızda Albaniyada eyni zamanda ilə Atropatenada Yunan mədəniyyətinin yayılması nəticəsində kiremitdən istifadə edilirdi. Kiremit istehsal edilirdi. Burada binaların üstü kiremitlə örtülürdü. Kiremit deməli evlərin üzərində indi də var. Bəzi dağlıq və dağətəyi zonalarda, xüsusən Şəkinin yuxarı hissələrində biz bunu daha çox görürük. Çünki ora UNESCO-nun mədəni irsi siyahısına daxil edilib. Kiremitlər indi buradan şəklini də göstərmək olar sizə görə varsa əgər. Bəli, baxın, kiremit təxminən yox, elə bax bu məbədin üzərində gördüyümüz formada olan bir şeydir. Yəqin ki, şəklini gördükdə hər kəs kiremitin nə olduğunu onsuz da biləcək. Ümumilikdə Alban memarları deməli qala divarları, istehkamlar, sədlər və məbədlər inşa edirdilər. Binaların bünövrəsi çay daşlarından, divarları isə çiy kərpicdən tikilirdi. Məsələn, paytaxt olan Qəbələ şəhərində müdafiə səthi tikilmişdi və eyni zamanda onun ətrafında da xəndək qazılmışdı. Dərin xəndək qazılmışdı ki, bura
düşmənlərin yürüşü zamanı rahatlıqla müdafiə oluna bilsin. Ümumiyyətlə, qədim Albaniya dövlətinin ərazisində indiki Borçalı, Gədəbəy, Göyçə gölünün ətrafında, Zəngəzur və Naxçıvanda iri qaya parçalarından deməli, qalaların qalıqları bu günə qədər qalır. Bundan əlavə biz hansı yenilikdən danışa bilərik? Məsələn, Qoşundaş abidələri Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində yerləşir. Buradakı qəbir daşları düşmənə qarşı mübarizə aparmış döyüşçülərin xatirəsinə ucaldılıb, lakin hazırda bu abidə Ermənistan ərazisində yerləşir və Ermənistan hakimiyyətdə saxta adlarla Qoşundaş abidəsinin adını dəyişib, onu erməni bir abidəsi kimi təqdim eləməyə çalışır. Lakin biz bilirik ki, bu həmin vaxtda burada ermənilər yaşamırdı və bura bizim bildiyimiz Qoşundaş abidəsidir. Eramızın ilk əsrlərindən etibarən Albaniyada xristianlıq yayılmağa başlayır və xristianlığın yayılmasının ardınca təbii ki, burada kilsələr meydana gəlir. Buradakı kilsələr əsasən Qafqazdakı qədim məbədlərin qalıqları üzərində hazırlanırdı. Məsələn, Qafqaz regionundakı ilk xristian kilsəsi Şəkinin Kiş kəndində yerləşən kilsədir. Məşhur kilsədə hal-hazırda da fəaliyyət göstərir. Bir memarlıq abidəsi kimi, mədəni abidə kimi fəaliyyət göstərir. Gedib ziyarət eləmək mümkündür. Bax, bu Kiş kəndindəki kilsənin özü belə qədim Alban məbədinin üzərində inşa edilmişdir. Ümumilikdə Albaniya əhalisi çox tanrılı olmuşdur. Onlar göyə, günəşə, aya, əcdadların ruhuna, təbiət qüvvələrinə inanırdılar. Onların içərisində isə daha çox ay tanrısının şərəfinə məbədlər inşa edilirdi və eyni zamanda qurban kəsilirdi. Onların, deməli, tanrıların eyni zamanda tanınmış şəxslərin qızıldan, gümüşdən və s. materiallardan heykəlləri düzəldirdi. Yəni, Alban hökmdarları içərisində heykəltaraşlıq da yayılmışdı. Bu heykəllər əsasən onların deməli, məzarlarının üzərində düzaldılırdı. Bu cür heykəllərə Göyçədə, Qarabağ bölgəsində və Şirvan ərazisində daha çox rast gəlinir. Albanların yazı mədəniyyətinə gəlincə, Albanlar yazı ilə hələ qədim zamanlardan tanış idilər. Əsasən yerli yazı mövcud olub Albanlarda, amma qismən Aramey, Yunan və Latın yazıları da mövcud olmuşdur. Məsələn, Pompey ilə Oroyusun məktublaşması, bayaq dediyimiz məsələ göstərir ki, Albanlar Latın yazısını biliblər. Şəkinin Böyük Dəhnə kəndindən 2-ci yüzilliyə aid Yunan dilində olan daş kitabə tapılıb. 2-ci yüzilliyi. Baxın, bu da abituriyentlərin və eyni zamanda elə müdavimlərin də çoxunun yadından çıxır. Bax, bu 2-ci yüzilliyə aid idi. 2-ci yüzillik. Eramızın 2-ci əsrinə aiddir. Şəkinin Böyük Dəhnə kəndindən Yunan dilində tapılmış daş kitabə. Hazırda bu kitabə Şəki şəhərində Xan Sarayının içərisində, bu kompleksin içərisində Tarix və Etnografiya muzeyində sərgilənir. Yunan dilindəki kitabə şəkli də burada verilib. Ümumilikdə deməli, dərsimiz bundan ibarətdir. Dərsimiz bundan yekunlaşır. Deməli, Albaniyadakı yazıları bir daha biz deyəsi olsaq, baxın, Yunan yazısının olduğunu sübut eləyir. 2-ci yüzilliyə aid olan, bax, bu kitabə Latın yazısının olduğunu sübut eləyir. Həm Oroyusun Pompey ilə məktublaşması, həm də eyni zamanda deməli 84-96-cı illərə aid Qobustandakı Böyükdaş deməli qayasındakı yazı. Baxın, bu yazıdan söhbət gedir. 84-96-cı illərə aid olan yazı. Latın yazısının Albaniyada olduğunu sübut edir. Ümumilikdə qədim Albaniya dərsimiz bundan ibarətdir. Kanalı izləmədə qalıb bu həm Albaniyanın, həm Atropatenanın test tapşırıqlarını izahına baxa bilərsiniz. Eyni zamanda digər dərslərin də izahı kanalımızda mövcuddur. Kanalı izləmədə qalın və əgər video sizin xoşunuza gəldisə, videonu bəyənməyi və şərh yazmağı yaddan çıxarmayın. Dərsimiz bu qədər. Sağ olun, növbəti dərslərdə görüşənədək.